İdman Bizin Yaylagül Ramazanova ilə müsahibəsindən əsas məqamlara baxaq. Bilirsiniz də, tanınmış oxutanımız Yaylagül Ramazanova, yəni Paris Olimpiyadasında 7 aylıq hamilə vəziyyətdə yarışmışdı. Bax, indi o həm analıqdan danışıb, həm də 3-cü MDB oyunlarındakı, bilirsiniz də, bu keçmiş Sovyet ölkələr arası yarışlar, oradakı ilk hakimlik təcrübəsindən, bir də Azərbaycanda oxatmanın vəziyyətindən danışıb. Birincisi, Ramazanova analıqla peşəkar idmanı necə birləşdirir, bu çox maraqlıdır. Baxın, qızı Alifanın düz bir yaşı tamam olan gün, o Xankəndidə, yəni azad edilmiş torpağımızda keçirilən 3-cü MDB oyunlarında hakimlik etdi. Öz də ilk dəfə. Həqiqətən yəqin çox duyğulu anlar yaşayıb, indi də deyir ki, həm hakimlikdə irəli getmək istəyir, həm də idmançı kimi yarışmağa davam edəcək. İkincisi, bəs analıq mane olur ki karyerasına? Heç də yox. Əksinə, Ramazanova deyir ki, ana olandan sonra daha dözümlü olub, vaxtını daha yaxşı planlayır, qızı onun üçün ən böyük motivasiyadır. Bilirsiniz, yəni demək istəyir ki, qadınlar ailə yoxsa karyera deyə düşünməsinlər, bu ikisi həqiqətən də bir-birinə dəstək ola bilər. Və nəhayət üçüncüsü, Azərbaycanda oxatmanın vəziyyəti. Düzdür, komanda 3-cü MDB oyunlarında medal qazana bilmədi, Ramazanova deyir ki, bu biraz psixoloji gərginliklə bağlıydı, amma əsas odur ki, potensial var, yaxşı nəticələr də olacaq zamanla. Xüsusən də yarışların Xankəndidə olması, bunun mənəvi tərəfi çox güclüdür. Həm də sevindirici haldır ki, qadınlar arasında oxatmaya maraq artır. Bir sözlə, Yaylagül Ramazanova, ana, idmançı, indi də hakim. Bütün bu rolları çox gözəl birləşdirir və doğrudan da çoxları üçün bir örnəkdir.